İsmayıllı rayonu Toptu kəndi Barnhouse layihəmizi təhvil vermişik. Hovuzumuzun ölçüsü 5-in 3-ədir. Traplar, işıqlandırma və hava masajları hamısı test olunubdur. Bütün elektrik avadanlıqları torpaqlanma olunmalıdır. Hovuz qapı ilə yaxın olduğuna görə biz mühəndis həlli olaraq gördüyünüz bu trapı yerləşdirmişik ki, təhlükəli bir vəziyyət yaranmasın. Hovuzumuz isti hovuzdur və kombi sistemi də bura quraşdırılıb. Həyətimizin daşları tam olaraq hazırdır. Divar hissələrdə də ki, bütün işlərimiz yekunlaşıbdır. Əzmə tarsovkadan istifadə olunubdur. İşıqlandırma sistemləri quraşdırılıbdır və test etmişik, hamısı öz qaydasındadır. Darvazamız da yerləşdirilibdir. Layihəmizin söhbətgahı da yekunlaşıbdır. Apşifka taxtalardan istifadə etmişik. Bu kafellər sürüşməyə meyilli deyil. Yəni bu çöl üçün nəzərdə tutulmuş. Çöl hissələrinə traplar quraşdırılıbdır. İndi isə evimizin içi ilə tanış olaq.